ağlın kesilir, kulağız. Ürəyin dediği çok pis kulağa gelir, yolda mütüler. Ama ağlın dediği o derinliklerdir. O derinliklerden gelen sesi dinlenirse, o size düzgün yol gösterir. O yolu yapmak lazım. Bundan sonra Ben de bir tane uşaqlar arzulayırım. Tüm arzularına çalışsınlar. Həyatda xoşbəxt olsunlar. Ucadan danışmayın. Həyatda xoşbəxt olsunlar. Ne bileyim, necə edeyim deməsinlər. Hamıca uğurlar. Bak, toy gəlir kimi uşaq. Yaxşı, batır. Dursun xəyalı bizim. Mən də 11 ildə bizə əziyyət çəkən bütün müəllimlərimizə çox sağ olun deyirəm. Sinif yoldaşlarımın hər birinə uğurlar arzu edirəm. Arzu edirəm məzun olduğundan sonra tələbə adına layiq görünsünlər. Hər birinə uğurlar arzu edirəm. Yaxşı uşaq. İndi siz ürəyinizdən keçən o sözlərlə bağlı günlər, məktəb illərlə bağlı günlər, nə siz üzümə nə versiniz eləyin, ona mümkün. Bəli, buyurun. Və onunla da qutarayın. O deyici, bir dənə, hamıda olmasa, rəyəm kimlər, bir dənə onun sözünü eləyim. Bir yerdə, aferin. Uşaqlar da xoşlanır. Necə çıxar, belə yox. Başlayın. 1, 2, 3. Sağlam eləyəcək. Bu sinir çəkilişi, Allah qoysa, mayın lisesində 9 günü saat 9 tamamda son tədbirimiz başlayacaq. Və hər birisi uğurlar arasında. Hər birisi öpürəm və bu partaların arxasından sizi xoşbəxt gələcəyə, sabaha yola sağlayın. Sağlayın. Öpürəm gələcəyiniz. 2012 sizlər üçün son vida nəğməmiz. 11C sinif adından sizləri son zəy münasibəti ilə təbrik edirik. Bugün əlvida günüdür, son zəy çalınan günüdür. Az qalıb son dəqiqələrə, ayrıla xoş xatirələrlə. Həyəcan sevgi dolu bir gün, həm sevincli, həm də üzgün. Ayrılsaq da müəllimələrdən, sizləri biz sevirik ürəkdən. Məktəb səni unutmadıq, xatirələrdə biz qalırıq. Bu bizim son nəğməmiz, qarşıda hələ çoxdur bizim gözəl günlərimiz. Bəlkə də biz bir gün yenə görüşəcəyik xoş xatirələrlə. Bəlkə də biz bir gün yenə görüşəcəyik xoş hadisələrlə. Məktəb
Məktəbin son zəngi, son günü iz salacaq saf ürəklərdə. Bəlkə də biz bir gün yenə görüşəcəyik xoş xatirələrlə. Bəlkə də biz bir gün yenə görüşəcəyik xoş hadisələrlə. Məktəbin son zəngi, son günü iz salacaq saf ürəklərlə. Güləşdirəcəyim, arzularınızı bildirmək. Sonunda arzu deyəndə 11 il əziyyət çəkmişəm bunlar üçün. Arzu edir ki, əziyyətimiz hədər getməsin. Onlar da çalışdılar ki, bizim etimadını doğulsunlar, valideynlərin etimadını doğulsunlar, onların əziyyətini bitirməsinlər. Həyat üçün, gələcək üçün insan yetişsinlər. Can sağ olun. Allah işlərlə var istemişsiniz. Amin. Ağacından buyurun. Çətin də alışır. İlk növbədə hər birinə can sağlığı arzulayıram. Çünki insanda can sağlığı olmasa heç nə əldə eləmək olmaz. Və 11 ildə bu uşaqlardan çox razı qalmışam, xüsusən son illər üçün. Yəni 11-ci sinifdə oxuyanda özlərini çox yaxşı apardılar. Və arzu deyərdim ki, onlar həm müəllimlərin etimadında olsun, həm də valideynlərin etimadında olsun. Və gələcək həyatlarında onların hər birinə uğurlar arzulayır. Həyatda həmişə xoşbəxt olsunlar. Həmişə özündən böyüklərə hörmət etsinlər. Vətənini, xalqını sevən evlatlar olsunlar. Hər birinə müvəffəqiyyətlər arzulayır. Buyurun, tabii. Nə deyirəm, sözlərə qoşularaq bir daha önə ilk növbədə bu balaların hər birinə can sağlığı arzulayıram. Niyyətin hara bir ataların məzununda olur. Kimin nə arzusu olsa, Allah onların arzularını çatdırsın. Arzu edək ki, o belə deyək ki, ali məktəb arzusunda olan uşaqların arzusu həyata keçsin. Biz nə qədər rəhbər vəzifədə işləsək də, bəzən rəhbər işçiləri həm şagirdlər, həm o belə deyək ki, işçilər müəyyən bir təhkik gələndə yaxşı qarşılanmırlar. Amma bunlar vaxt gələcək, bizim onlara elədiklərimizi, nəsiyyətlərimizi, təpkilərimizi deyəcəklər ki, nə olaydı o təpki? Biraz da çox olaydı ki, mən indi mənfi İranla, mənfi hallara yol verməyəydim, nə bilim, nəsə günahları etməyəydim. Sonra gec olacaq bunlar üçün, nəysə. Bir qrup uşaqlar var ki, biz onlarla sözün həqiqi mənasında çarpışmışıq il boyu. İl boyu çarpışmışıq, dərsə niyə gecikmişsən, filan. Nəysə, biz bağışlamağa bacarırıq. Ulu Tanrı əgər bizləri bağışlayırsa müəyyən əməlləri, biz kimi ki, onları bağışlamayaq. Onlar bizim evlatlarımızdır, bağlarımızdır. Bəli, uşaq aləmidir, məktəb aləmidir. Biz onları indi inciyiblərsə də, nə iniblərsə, ancaq incməyə haqları yoxdur. Biz onları gələcəyə arzudamışıq. Sözün yaxşı mənasında onların xeyrinə danışmışıq həmişə ki, təhsilləri olsun, tərbiyələri olsun. İlk növbədə insan olsunlar, Ağaza mənim sözünə qüvvət, vətən üçün, xalq üçün, kəndimiz üçün layiqli evlatlar kimi böyüsünlər. Biz istəmirik ki, naqis bala yetişdirək, naqis evlat yetişdirək. İraqlar, Allah ulan eləsin, o naqisləri görməyək biz, eşitməyək ki, bax filan kəs naqis çıxdı. Hər birinə uğurlar arzulayıram, hər birini öz balam kimi, nəvələrim kimi bağırma basır. Müvəffəqiyyətlər. Allah əziyyətsiz üçün olsun. Gündüz kimdə biləmi? Oran bir qal.
Əziz uşaqlar, hörmətli valideynlər, bugünün tədbirin iştirakçıları, hər birinizi salamlayıram. İlk öncə Toyuq müəllimə bugünkü tədbirimizi aparmaq üçün icazə istəyirik və 11-ci siniflər tam olaraq tədbirə hazırdır. Və icazə verirsə, tədbirimizi açıq elan edək. Əziz uşaqlar, hörmətli müəllimlər və qonaqlar. Arzu müəllim, mən icazə verirəm, bugünkü son zəng tədbirini keçirilsin. Çox sağ ol. Başlaya bilər. Bugünkü 11'lər qədərə bugün sizə dərs demiş Solmaz müəllim, Eyvaz müəllim, mən də daxil olmaqla sanki həyəcan keçiririk. 140 il bundan öncə, yəni 1975-ci ildə Mallışıqlı kənd orta məktəbinin əsası qoyulmuşdu. Tam orta məktəb olan bizlər 42 nəfər 11-ci sınıfı qutarmışıq. Və bir şey də deyim ki, bugün Ablay və Gülmaya da buradadır, bizim sınıf yoldaşlarımız. Və mən 40 il bunca öncə bu orta məktəbi qutarmış, bütün sınıf yoldaşlarımı 40 illik münasibəti ilə təbrik edirəm. Və sizlərin hər birini 40 illik münasibəti ilə təbrik edirəm. Əziz uşaqlar, düzdür, bizə bu dərəcədə təntənəli şəkildə son zəng tədbiri keçirilməmişdir. Hər halda Mallışıqlı məktəbinin əsası
məhz həmən dövrdə qoyulmuşdu. 40 il müddətində böyük nailiyyətlər əldə etmişik. Yəni 40 il müddətində Malışıqlı tam orta məktəbini yüzlərlə uşaqları qutarmış. Demək olar ki, 300-dən artıq şəxslər ali məktəbə daxil olmuşdur. Onlar Respublikamızın ayrı-ayrı yerlərində əmək fəaliyyəti göstərmiş və bugün Malışıqlı kəndinin üzünə ağ etmişdir. Əziz uşaqlar, mən çox danışmaq istəmirəm. Yəni, hər biriniz gələcəyin qurucularısınız, bizləri əvəz edənlərsiniz. Bu yolda hər birinizə uğurlar arzulayıram. Sizin hər birinizi vətənpərvər olmağı, öz doğma vətəninizi ananız qədər sevməyə, atanız qədər sevməyə arzulayıram. Hər şey vətəndən başlayır. Vətən bizim gələcəyimizdir, vətəni qorumadan heç vaxt yaşaya bilmərik. Və əziz uşaqlar, bugünkü tədbirimizin aparıcılarını sizə təqdim edirəm. Abdullayev Vüqar və Mahmudova bugünkü tədbirimizin iştirakçılarıdır. Və icazə verin, Azərbaycan Respublikasının himni ilə bugünkü tədbirimizi açıq elan edək. Əziz müəllimlərimiz, hörmətli qonaqlarımız və mehriban şagirdlərimiz, sizin hamınızı bu şən günümüzdə salamlayır və hər birinizə xoş gəlmisiniz deyirik. 1975-ci ilin ilk buraxılış sinifini yola salan məktəbimiz bugün artıq 40-cı buraxılışın son zəngini qeyd edir. Bu günün həyəcanını, fərəhini bizimlə paylaşdığınız üçün sizlərə təşəkkür edirik. Mən də sizlərin hər birinizi salamlayır və bu xoş günümüzdə bizlərlə bir yerdə olan, sevincimizə şərik olan hər bir kəsə bir daha çox sağ olun deyirəm. Bu məktəbdə keçirdiyimiz 11 ildə bəlkə də bu gün yeganə gündür ki, biz onu həm sevinclə, həm də kədərlə qarşılayırıq. Sevinirik. Çünki uşaqlığımızdan hər birimiz müstəqil olacağımız günü səbirsizliklə gözləyirdik. Artıq məktəb bitirərək biz buna nail olduq. Bu gündən etibarən məktəb illərini gerdə qoyaraq həyatın enişli yoxuşlu yolları ilə irəliləyəcəyik. Kədərlənirik. Çünki 11 il bir yerdə sevincimizi paylaşıb, kədərimizi bölüşdüyümüz mehriban sinif yoldaşlarımızdan, valideynlərimiz qədər doğma olan müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə tabaşı ilə yazılar yazdığımız sinif röhbələrindən ayrılacaq. Bu bahar günəşlə bircə oyanan, qönçədir, çiçəkdir 11-incilər. Ülvi amallarla alışıb yanan,
ulduzdur, günəşdir 11-incilər. Hər il bütün şənliklərimizdə bizlərlə olan, şeirlərini və fikirlərini sevə-sevə dinlədiyimiz, indi isə bu tədbirdə bizimlə iştirak etməyən Maarif müəllimi bir dəqiqəli sükutla yad etmək istərdik. Allah rəhmət eylesin. Yadımdan çıxmamış neçə il əvvəl çiynimdə bir yekə çanta asdığım, uşaqlıq dostlarım çağıranda gəl, ilk dəfə məktəbə qədəm bastığım. Müəllim adımı soruşan zaman gəlmədi nədənsə sevincim saya. Onun hər sözünə qalmışdım heyran, o gün başqa gözlə baxdım dünyaya. Gedək görüşünə deyib baharın, bizi səsləyirdi bağa girərək. Deyərdi açacaq tumurcuqların, hansında göy yarpaq, hansında çiçək. Öyrətdi sonra da müəllim bizə yerlərin, göylərin çətin sirrini. Qatdı şərbət kimi o dilimizə, Vaqifin, Sabirin şeirlər. Al oxu şeirimi əziz müəllim, buradakı mənanı sən öyrətmisən. Sənə minnətdardır qəlbim, qələmim, o böyük adınla öyünürəm mən. Bu əziz gündə ilk dəfə əlimizdən tutub bizlərə ana və vətən kəlmələrini yazmağı öyrədən, səbirlə hecalayıb oxumağımız dinləyən ibtidai sinif müəllimlərimizin də yəqin ki deməyə sözləri var. Necə ki ilk dəfə məktəbə gələrkən birinci onlar bizə yol göstərmişdilər, bu gün də tədbirimizdə ilk olaraq onları eşitmək bilgisilər üçün xoş olardı. İndi isə üzərimizdə böyük əməklər olan ibtidai sinif müəllimlərimiz Siyatel və Suhanə müəllimləri buraya dəvət edirik. Əvvəla bütün buraya gələn qonaqları hamısın xoş gəlmisiniz deyirəm. Burada iştirak edən iştirakçıları hamısını təbrik edirəm. 11-lərə təbrik edirəm ürəkdən. Onlara uzun ömür, can sağlığı arzulayıram. Gənclik bir insanın birinci neyməti. Heyif ki, tez keçir, ömrü az olur. 100% 100 bahar keçsə də insan, onun gənclik ili qayıtmaz olur. Əziz 11-cilər, bu enişli yoxuşlu yolda, bu gözəl həyatda, bu gözəl zamanda sizə yalnız uzun ömür, can sağlığı, bir də əsl insan olmağı arzulayıram. Hər birinizin ürəyindən keçən nə arzular var, arzularına çatmağı arzulayıram. Sizə müvəffəqiyyətlər arzulayıram. Mən də hər birinizi təbrik edirəm. O gün olsa sədalarınız ali məktəblərdən gəlsin. Sağ olun. İndi isə bütün məktəbi rəqsə dəvət edirik. Eksklusif olarak Den Az Saygı için. Sen dünyaya gelen günü güneş utandı çıkmağa. Cemalını görmek için akşama geldi bakmağa. Sen dünyaya gelen günü güneş utandı çıkmağa. Cemalını görmek için akşama geldi bakmağa. Sesini küleklere, dəhdini təkcə mənə yazan Allah'ım var. Ay 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 ışığında, dünya sənin yaraşığında. And içirəm sənə əzizim, həmişə varam sənin yanında. Ay 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 ışığında, dünya sənin yaraşığında. And içirəm sənə əzizim, həmişə varam sənin yanında.
şöyle saçından, güzelim ay ışığından. Seni ilk gördüğüm günü sevdalandım bakışından. Cevabın şöyle saçından, güzelim ay ışığından. Adını güneşlere, sesini yüreklere, dəxtini təkcə mənə yazan Allah'ım var. Ay 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 ışığında, dünya senin yaraşığında. And içirəm sənə əzizim, həmişə varam sənin yanında. Ay 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 ışığında, dünya senin yaraşığında. And içirəm sənə əzizim, həmişə varam sənin yanında. Ekskluzif olarak Den Az Center için. Sesini yüreklere, dəxtini təkcə mənə yazan Allah'ım var. Ay 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 ışığında, dünya sənin yaraşığında. And içirəm sənə əzizim, həmişə varım sənin yanında. Ay 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 ışığında, dünya sənin yaraşığında. And içirəm sənə əzizim, həmişə varım sənin yanında. Ekskluzif olarak Den Az Center için. Həyatlarını yollarınızda şam kimi əridən valideynlərimizə, yolumuzdan elmin çətin yollarına nur süsləyən, əlimizdən tutub bizi daima irəliyə aparan müəllimlərimizə, sinif rəhbərlərimizə minnətdarlığımızı çatdırır, Hüküm Məhdət kollektivinə sonsuz təşəkkürümüzü bildiririk. İndi isə bizi təbrik etmək üçün sinif rəhbərimiz Solmaz müəlliməni bura dəvət edirik. Mikrofonu ver. Əziz qonaqlar, hörmətli müəllim kollektivi, kənd sakinləri, pedaqoji kollektiv, şagird kollektivi, xüsusən də bu il məktəbi bitirən 11-ci sinif, hər biriniz bugün bu son zəng mərasimi vasitəsilə, münasibətilə təbrik edirəm. Hər birinizə can sağlığı, uzun ömür arzulayıram. Bugünkü gün Arzu müəllimlə qeyd elədi, məktəbimizin tam orta məktəb kimi fəaliyyət göstərməsinin 40-cı il dönümüdür. Siz 40-cı buraxılışsınız, bununla da əlamətdar gündür. Ümumiyyətlə götürəndə, amma məktəbimizin bir orta məktəb kimi deyil, əslində bir tədris ocağı kimi, əsasının qoyulmasının isə 92-ci il dönümüdür. Və biz bu 92 il ərzində, bu böyük bir epoxadır ki, bu məktəbin araya ərsəyə gəlməsində, buradakı şagirdlərin təlim tərbiyəsində böyük əməyi olan ki, o müəllim ordusunu, hansı ki, onların əksəriyyəti dünyasını dəyişib, rəhmətli Nəsib müəllimi, Qiyas müəllimi, Məhəmməd müəllimi, ondan sonra Əlirza müəllimi, Ablayat müəllimi, Mikail müəllimi, Mahmud müəllimi və bu hal-hazırda yaşayan, Allah ömür versin, Məhbub müəllimi və adını çəkə bilmədiyim bir sıra müəllimlərimizi, xüsusən də keçən il dünyasını dəyişmiş, ağır bir itki kimi kollektivə, bir ağır itki kimi təsir edən Marif müəllimi bir anlığa xatırlayırıq, yad edirik və keçmişinə baxa bilməyən gələcəyini də qura bilməz. Və bugün biz onların ruhu qarşısında, zəhməti qarşısında onların şagirdləri kimi, sizin də müəllimləriniz kimi biz baş əyirik və bu pedaqoji fəaliyyəti davam elətdirən və onu bu estafeti çox uğurla davam elətdirən, uzun müddət məktəbimizə rəhbərlik edən Tofiq müəllim bu işi də şərəflə həyata keçirir. Tofiq müəllimə can sağlığı arzulayır, yəni təkcə məktəbin direktoru kimi deyil, kəndin bütün ictimai işlərində
fəal iştirak edir, bunu danmaq olmaz. Kəndimiz gündən-günə abadlaşır. Mən bir kəlmə desəydim, bütün kənd sakinləri, müəllim kollektivi adından ki, bizim sevincimizin həddi hüdudu yoxdur ki, kəndimizdə abadlıq işləri görülür. Bu işdə xüsusən kəndin icra nümayəndəliyi, bələdiyyə, bunların zəhməti isə başda Toğrul müəllim olmaqla misilsizdir. Bunu görməyən, qiymətləndirməmək, görməmək mümkün deyil. Onlara can sağlığı, işlərində uğurlar arzulayırıq. Və belə vətənpərvər evlatları olan bir xalq, bir vətən ölməzdir. Mən belə deyərdim, hərə öz postunda fəaliyyətini yerinə getirirsə, deməli o vətəndaşlıq borcunu yerinə getirir. Mən bugün sizin bugünkü tədbiriniz üçün xüsusi olaraq həm məktəbimizin 40-cı il dönümü, həm də siz onun 40-cı buraxılışı olaraq bir müəllim ömrü adlı öz duyğularımı şeir şəklində sizə çatdırmaq istəyirəm. Gönlüm quşu qanadlansın arzuların səmasında. Bir an belə yorulmasın, usanmasın sinəmdəki ürək kimi, bu çalınan son zək kimi. Qoy susmasın nəğmələrim, dalğalansın dənizlərim, xırçınlansın ləpələrim, saf ətirli çiçək kimi, bu çalınan son zək kimi. Xəyallardan küsəndəsən, dünyadan əl üzəndəsən, xatirəyə çevrilərsən, sızlayan bir tütək kimi, bu çalınan son zək kimi. Zaman olar çağlayarsan, güneş kimi parlayarsan, ürəkləri dağlayarsan, bu dünyadan köçəndəsən, qanadlı bir mələk kimi, bu çalınan son zək kimi. Biz dənizik, sizsə dalğa, ləpələri gümüş kimi səpin, səpin ömrümüzün sahilinə. Rüzgar kimi, külək kimi, arzu kimi, dilək kimi, bu çalınan son zək kimi. Sağ olun, bir daha teşekkür ederim. İndi isə məktəbimizin 40 il bundan əvvəl ilk məzunları olan Eyvaz müəllim, Ağaza müəllim və Solmaz müəllimi biz məzunlarla rəqsə dəvət edirik.
yoldaşlarımızı, yəqin ki biz baxacaqlar buna, təsadüf edib baxanlar olar. Məktəbimizin 40-cı il dönümü münasibətilə birinci buraxılış olaraq 75-in buraxılışı onlara can sağlığı arzu verir. Dünyasını dəyişmiş rəhmətli Nazimə, Seyfəddinə, Saliyə, bir də İsmail Sərdar'a. Onlar bizim rəhmət eləsin, ağır etkidir. Onlar da xatirəsini yad edirik. Qalanlara can sağlığı arzu verir. Bugün olsun, qismət olanlar bu məktəbin 100 illiyini qeyd eləsinlər. Çox sağ olun. Allah sizə davam edir. Can sağ olun. İndi isə icra və bələdiyyə nümayəndə, kəndimizin icra və bələdiyyə nümayəndəsi olan Pərviz və Eldar müəllimi buraya dəvət edir. Gəlin sonra görüşürüz, gəlin baxın. Qətərsin, kəndir rəhbərin göndərdi, yox var. Yox, gəl. Gəl bəli. Əvvəla, mən bugün burada iştirak edən hər bir kəsi salamlayıram. Mən bugünkü günü rayonumuzun rəhbəri, cənab başçımız Variz müəllimi adından və öz adımızdan bütün müəllim kollektivini salamlayıram. Onlara uzun ömür, can sağlığı arzulayıram. Bugün buradakı hər bir şagirdə gələcəkdə arzuladığı arzuları yerinə yetirilməsi üçün onlara uğurlar arzulayıram. Hamınızı təbrik edirəm. Çox sağ olun, minnətdarım. Hörmətli məclis əhli, hər birinizi salamlayıram. Mənim həyatımda ən gözəl peşə müəllimlik olub. Bunu mən hər bir tədbirdə qeyd edirəm. Düz özümə qismət elim, olmasa da olur. Amma müəllimlərə böyük hörmətim var. Ən əvvəl bütün müəllim kollektivini təbrik edirəm. İşlərimdə müvəffəqiyyətlər arzulayıram. Allah sizlərə can sağlığı versin ki, belə gözəl kadrları yetişdirib həyata bırakırsınız. Qaldı məzunlar, həyata attığınız bugündən sonraki addımınız hər birisi düşərli olsun. Ürəyinizdə olan niyyətlərin hər birisinin həyata keçməsini arzulayıram. İstər təhsil almaq olsun, istər əmək cəbhəsi olsun, istər ailə həyatı olsun, hər birində sizlərə müvəffəqiyyətlər arzulayıram. Nə deyim? Çox sağ olun, Allah hər birinizdən razı olsun, sağ olun. Bugün sonuncu dərsimiz oldu. Son dəfə çağırdı zəng bizi dərsə. İllərlə bu zəngi dinləsək də biz, laf kövrək səsləndi bugün nədənsə. Sonuncu tapşırıq, sonuncu mövzu, qələmlər kağızda gəzinir yavaş. Hamının qəlbindən bir duyğu keçir. Bu dərs bir qədər də uzansaydı kaş. Hər gün getdiyimiz yol, hər gün gördüyümüz sinif şagirdlərimiz, yoldaşlarımız və hər gün saatlarla oturduğumuz sinif odaqları indi bizə tam fərqli bir təsir bağışlayır. Bugün sadəcə bir zənglə bütün bunları əlvida deyəcəyik. Həyatımızda elə anlar olur ki, onu sözlə ifadə edə bilmirik. Bugün də bizim üçün elə bir andır. İndi isə bu sözlə ifadə edə bilmədiyimiz hissləri musiqi ilə ifadə etmək üçün sinif yoldaşlarımı buraya dəvət edirəm. Aman Allah nə xoşbəxtdir biz onda. Bir müəllim töhmətidir dərdimiz. Bir töhmətdən için yanırdık. Hər anda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan
Mektəbinləri ömrümdən şirin duyğulu qaygısız günləri hər anı bir ömrə bərabər zehirli günləri ən təmiz arzulu günləri. Məktəb həyat yoludur, o hamıya gərəkdir. Məktəbli hər oğul qız vətəninə köməkdir. Məktəblər həm birinci, həm sonuncu deməkdir. Sizi yola salırıq, yol gəlir birincilər, son zənciniz mübarək, əziz 11-cilər. Məktəblər insanların ən ünlü fürsətidir. Bugünkü əql zəka sabahın ismətidir. Buradan kimin apardı, ömürlük qismətidir. Sizin sonuncu zəngi çalacaq birincilər. Son zənginiz mübarək, əziz 11-cilər. Məktəb illəri 11 illik pilləkənə bənzəyir və bugün biz son pillədəyik. Bu gündən sonra biz artıq gənclik həyatının qapılarını açacaq. Amma bugün elə şəxslər var ki, onlar hələ bu pillələrin ilk pilləsində öz kiçik qədəmləri ilə addımlayırlar. Bizim üçün qəmli olan bu gündə birinci siniflərimiz üçün yeni həyat başlayır. Bu günə tək son zəng deyil, həm də ilk zəng demək olar. Sonuncu zənglə ilk zəngin qovşağı olan bu gündə bu balaca balaların arzularını değiştirmək xoş olardı. Buyurun birincilər. Salam qonaqlar və əziz 11-cilər. Mən birinci siniflər adından bu ilki məzunları təbrik edirəm və sizlərə uğurlar arzu edirəm.